1998-ci ilin aprelində Bakı Balıq Hisləmə Zavodunun 2 saylı sexinin hazır məhsullar anbarının soyuducusunda ayaqları qapı tərəfə, başı əks istiqamətdə qara rəngli polietilen torbada bir kişi meyidi donmaqda idi. O günlərlə orada qalmışdı. Artıq meyit donub daşa dönmüşdü. Çöldə isə onu itkin adı ilə axtarırdılar. Bu hadisədən 21 il sonra Sankt-Peterburq həbsxanasında bir Azərbaycanlı izahat yazır. Yazır ki, əslində mən başqa adla həbs yatıram. Mən 21 ildir ki, saxta adla yaşamışam. 21 il fasilədən sonra donu açılmış bu hadisə və günlərlə hazır məhsullar soyuducusunda donan, kişini bağlayan dəhşətli bir cinayəti təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. At izinin it izindən təzə-təzə seçilməyə başladığı günlər idi. Amma ölkədə qurumlararası kommunikasiya, ümumiyyətlə cinayətlə mübarizə hazırki qədər inkişaf eləməmişdi. Bir sözlə 1997-ci ilin aprelin 22-si idi. Konkret tarix budur. Hələ adını dəyişməmiş, anadan gəlmə adının Elnur, soyadının Abbasov olduğu 21 yaşlı bir oğlan Bakı şəhəri Salatın Əsgərova küçəsi 117 ünvanında yerləşən Bakı Balıq Hisləmə Zavodunun 2 saylı sexində mühafizəçi işləyirdi. Özü də qeyri-rəsmi, el dilində axıran. Balıq qoxulu gecələrin birində o sexdə usta işləyən Mübariz Rəsulovla mübahisə edir. Özündən 24 il böyük olan 1953-cü il təvəllüdlü Masallı sakin Mübariz zavoda gecə qız gətirilmiş. Həmin gecə aprelin 22-sində də mühafizəçi Elnur Abbasov Mübarizə məhz bu səbəbdən irad bildirib, iş yerinə yüngül həyat tərzi keçirən qadınlar gətirdiyi üçün. Mühafizəçi Elnur Abbasov deyir ki, 1998-ci ilin fevralında tanışı Anar Əliyevin vasitəsilə onun dayısı Mübariz Rəsulovun işlədiyi Balıq Hisləmə Zavodunda mühafizəçi kimi işləməyə başlayıb. Onun konkret iş saatı olmayıb. Gün ərzində sexdə olub, gecə də elə orada qalırmış. Mübariz Rəsulov yeyib-içən zarafatçıl insan idi. Aprelin 22-sində darvazanı açanda Mübarizlə 30-35 yaşlı bir qadın sexə daxil olaraq otağa keçdilər. Bir saatdan sonra Mübariz otaqdan çıxanda ona hər dəfə zavoda bir qızla gəldiyini, ətrafda yaşayış evləri olduğunu və cəmaatın narazılıq etdiyini dedim. Mənim və sakinlərin ünvanına nalayiq sözlər işlədəndə mən də onu söydüm. Rəsulov üzərimə gələndə cəld sağ əlimlə üzünə yumruq vurdum. Mübariz otaqdakı bıçağı götürüb yuxarıdan aşağı zərbə vurmaq istəyəndə əlimi qabağı verdim və sol qolumdan xəsarət aldım. Otaqdan çıxıb qaçdım. Əl-üzüyanın yanına çatanda balıq soymaq üçün istifadə olunan bıçağı götürdüm. Arxasınca əlində bıçaqla gələn Mübarizə tərəf çevrildim. Qarnına bir neçə dəfə zərbə vurdum. Onunla yanaşı yıxılaraq zərbələr vurmaqda davam elədim. Yerdə süpürləşəndə Mübariz əlindəki bıçaqla sağ döş nahiyəmə xəsarət yetirdi. Mübarizin bıçaq olan əlindən tutdum, öz bıçağımla başına və boynuna çox saylı zərbələr endirdim. Hər ikisinin əlində olan bıçaqlar sonra yerə düşür. Mübarizin bıçağı Elnura yaxın olduğu üçün götürüb ona axırıncı zərbələri də elə Mübarizin gətirdiyi, yəni götürdüyü bıçaqla endirir. Qan içində olan Mübarizin artıq öldüyünü gördüm. Sexdən əski parçaları tapıb yaramı sarıdım. Mübarizin meyidini torbaya salıb böyük soyuducuya qoydum və qapını açarla bağladım. Mübarizlə gələn Mətanət adlı qadın uşaqlarının olduğunu deyərək onu öldürməməyimi xahiş elədi. Həmin qadını öldürmək fikrim yox idi. Ona heç kimə heç nə deməməsini tapşırdım. Sonra Mətanət sexdən çıxıb qaçdı. Qan olan yerləri yudum, paltarlarımı dəyişdim. Qanlı paltarlarımı zibil yeşiyinə atdım. Bıçaqları əl-üzyanın yanına qoydum. Səhər saat 7 radələrində paltarlarımı yığıb zavoddan çıxanda
İş yoldaşım Mövlan Ağayev gəldi. Əli Bayramlı şəhərinə yollandım. Ailə üzvlərimə adam öldürməyimlə bağlı heç nə demədim. 1-2 gündən sonra Bakıya qayıtdım. Mübarizin meyidi hələ tapılmamışdı. Müstəntiqəm onun itkin düşməsi ilə bağlı izahat da verdim. Tanışlarımdan Anar Gözəlovun tutulduğunu eşidəndə qorxub yenidən Əli Bayramlıya getdim. Həmin ilin iyun ayında orada xatırlamadığım kişi salonunda ad soyadı Yaşar Yaqubova aid olan doğum haqqında şəhadətnamə tapdım. Qatarla həmin şəhadətnamədən istifadə edərək Moskva şəhərinə yollandım. Orada Yaşar adlı şəxsin sənədi ilə yaşamağa başladım. Yaşar Yaqubovu heç vaxt görməmişəm. Bunu deyən Elnur Abbasovdur. Elnur Abbasov onu da əlavə edir ki, aprelin 22-sində Mübariz Rəsulovun arvadı iş yerinə zəng edib, yoldaşını soruşub. O da Mübarizin zavoda gəlib getdiyini deyib. Çünki Rəsulov həmin vaxt başqa qadınla otaqda olub və evdən zəng gəlsə, onun işdə olmadığını deməsini tapşırıb. Mərhumun həyat yoldaşı Sevil Rəsulova deyib ki, Mübariz hadisədən 10 gün əvvəl mal almaq üçün evdən $4000 pul götürmüşdü. Evdən çıxan gün üzərində nə qədər pul olmasını dəqiq bilmirəm. Lakin barmağında qızıl üzüyü var idi. Ərimi Elnur Abbasov tək öldürməyib. Həmin gün Mübarizlə sexə gələn Mətanət Səfərova deyir ki, hadisə günü, yəni aprelin 22-sində axşam Mübarizlə şəhərdə görüşüb, onun iş yerinə gediblər. Otaqların birində onunla əlaqədə olduq. Çölə çıxıb yerdən qan ləkələrini görüb bərk qorxdum. Əlində bıçaq olan Elnur adlı mühafizəçi məni öldürəcəyini bildirəndə uşaqlarımın şəklini göstərib ona yalvardım. Həmin şəxsin mənə təqdim olunan Elnur Abbasov olmasını əminliklə deyə bilmirəm. Çünki hadisədən uzun müddət keçib və bu müddət keçdiyindən məni hədələyən şəxsin əlamətlərini artıq xatırlamıram. Həmin gün Mübariz Rəsulovdan başqa heç kimlə əlaqədə olmamışam. Elnurun Mübarizi bıçaqla vurmasını öz gözlərimdən görməmişəm. Şahid Mövlan Ağayev isə deyir ki, hadisədən bir müddət sonra 20-ci bölmənin əməkdaşları gələrək əraziyə baxış keçiriblər. Soyuducunun qapısı açarla bağlı olduğu üçün soyuducunun içinə baxa bilməyiblər. Ayın 26-sında polis əməkdaşları yenə də zavoda gələrək soyuducunu açmaq lazım olduğunu bildirdilər. Köməkləşib soyuducunun qıfılını kəsəndə torbanın içində buzlaşmış vəziyyətdə Mübarizin meyidini tapdıq. Faktla bağlı həmin il avqust ayında Nəsimi rayon prokurorluğunda şübhəli şəxs Elnur Abbasov barəsində cinayət işi açılır. Ancaq Elnur Abbasov gizləndiyi üçün onu istintaqa təhvil vermək mümkün olmur və işin icraatı da dayandırılır. Hadisənin üzərindən 24 il ötəndən sonra 2022-ci il fevralın 25-də Baş Prokurorluq məlumat yayır. Məlumatda qeyd olunur. 2019-cu il fevralın 12-sində Şirvan şəhər polis şöbəsindən daxil olan məktubdan görünür ki, Rusiyanın Vologda vilayəti üzrə İslah koloniyasında Yaşar Yaqubov adlı bir şəxsdən izahat alınıb. İzahatda həmin şəxs başqa adla cəza çəkdiyini göstərib. Əsl ad soyadının Elnur Abbasov olduğunu deyib. 1979-cu ildə Şirvan şəhərində anadan olub. 1998-ci ildə Bakıda qətl törədib 2-3 ay Azərbaycanda gizlənib. Şirvanda bərbərxanada olanda 1983-cü il təvəllüdlü Yaqubov Yaşar Yaqubcan oğlunun adına doğum haqqında şəhadətnamə tapıb və həmin şəhadətnamə ilə sərhədi keçərək Rusiya ərazisində yaşayıb. Həmin il cinayət işi üzrə icraat təzələnib. Məlum olub ki, 2017-ci ildə Elnur Abbasov Sankt-Peterburq şəhəri Petrograd rayon məhkəməsinin 2020-ci il tarixli hökmü ilə quldurluğa görə 5 il müddətinə azadlıqdan məhrum olunub. 2022-ci il fevralın 24-də Elnur Abbasov Rusiyadan Azərbaycana ekstradisiya olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum olunur. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz.